vaxtınız xeyir olsun. Reinkarnasiya ilə bağlı ikinci hissəyə başlayırıq. Və yenə də qonaqlarımız olduğu kimi Əzim Ədəl Mehdi, dinşünas araşdırmacı və Ramil Əliyev, Krishna Şuri Cəmiyyətinin sədri. İndi bu günlər keçən mövzularımızda reinkarnasiya ilə bağlı bir azacıq olsa da bir məlumat verdiyi ümumi səmavi dinlərdə və Veda fəlsəfəsinə əsasən reinkarnasiya nədir? Bunu biraz da ikinci sualla bəlkə də möhkəmlədək inşallah. Nəyə görə əksər insanlar və ya əksər inanclar reinkarnasiyanı qəbul etmir? Bunun əsas səbəbi, sualın konkret əsas səbəbinin müəyyəndir ki, mən reinkarnasiya barəsində danışanda, söhbət edəndə, ümumiyyətlə reinkarnasiya barəsində danışanda, mən orada bu vurğuladım ki, tamaşaçılar kim ki bunu yadında saxlayıblarsa, mən orada vurğuladım ki, din fəlsəfəsinin, ümumiyyətlə din fəlsəfəsinin, həyat fəlsəfəsinin əlifbası var. Bu əlifbanı bilməyəndə, necə ki, orta məktəbdə əlifbanı bilməyəndə uzağa getmək mümkün deyil. Bu həyat fəlsəfəsində, din fəlsəfəsində əlifbasını bilməyən adam orada inkişaf edə bilməz. Buna görə də bu reinkarnasiya elmi insanın hissi, yəni bizim hisslərimiz var. Görmə qabiliyyətimiz, eşitmə qabiliyyətimiz, dad bilmə qabiliyyətimiz və s. Hissi, bundan da yuxarı əqli, ondan da yuxarı dərəcə idraki. Reinkarnasiya anlayışı bu insanın bu qabiliyyətlərin fövqündə duran bir şey. Yəni insanın hissləri ilə, əqli ilə, dərəcəsi ilə gücü çatmaz bunu başa düşməkdir. Niyə görə? Çünki reinkarnasiya, bunu xüsusi vurğulamaq istəyirəm. Reinkarnasiya sırf ruhi söhbətdir, sırf ruha aid olduğu şeydir, ruhi can. Yəni, əlifba, qayıdıraq sözümün üstünə, əlifba deyir ki, mən birinci nəzəri olaraq, sonra da praktik olaraq, əvvəlcə nəzəri olaraq, mən birinci nəzəri olaraq başa düşməliyəm, bu biliyi əldə etməliyəm ki, mənim mənliyim, şəxsiyyətim cismindən fərqlidir. Bunu birinci növbədə almaq lazımdır. Bunsuz heç bir dini yolda da inkişaf eləmək deyil mümkün. Ona görə də birinci bunu nəzəri olaraq adam qəbul eləməlidir, başa düşməlidir. Ondan sonra bunun xüsusi praktikası var ki, bu praktikanı həyata keçirməklə bunun insanda realizəsi var. Yəni nə? Mən cisimdə ola-ola özümün cisimdən fərqli olduğumun duyğusu gəlir. İnsan burada cismin içində ola-ola sənə duyğu gəlir ki, sən cismindən fərqlisən. Sən bu cisim deyilsən. Bu, xüsusi bir praktikanın həyata keçirdiğini başlayır. Necə ki, məsəl üçün, ali təhsil alanda, məsəl üçün, tibbin üstündə. Birinci insana nəzəri bilim verirlər, sonra da palların qapanında, məsəl üçün, bir dənə meyli ölünü qoyurlar, deyirlər bunun üstündə. Praktika. Kəs doğruya baxır. Beləcə də bu reinkarnasiya məsələsi də belədir ki, burada birinci nəzəri olaraq adama bu deyilir, Bhagavad Gita 18 fəsli var, ikinci fəsli başdan ayağa reinkarnasiya başlayır. Deyir, reinkarnasiyanın söz izah edir ki, reinkarnasiya nədir, ikinci fəsli. Ondan sonra yerdə qalan 16 fəslin hamısını bunun realizasiyasını danışır. Yəni, bunu necə realizə eləmək olar ki, bu sözdə qalmasın ki, reinkarnasiya var, inanın. Yox, bunu duyun, görün. Bunu reinkarnasiya elə bir şey ki, onu mən görürəm. Biz bilirəm, yox, mən onu görürəm. Mən onu müşahidə edirəm. Mən onu duyuram. Buna gəlişim var. Bu üçün də xüsusi praktik var. Və insanlarımızın da bu barədə nə nəzəri biliyi var, xüsusilə də praktiki işləri. Müasir dövrümüzdə, hal-hazırdakı planetin üstündə yaşayan insanların bu səbəbə gücündə. İndi Allah'ın bir şükür ki, belə bir cavan olanlar baxıyor, əzim kimi oyunlar, Allah'ın mərhəmətindən yavaş-yavaş yağışdan sonra çiçək kimi çiçəklənirlər, təzahür edirlər ki, yavaş-yavaş çarpırsınlar ki, ey insanlar. Əslində məsələ budur.
Yəni, neçə vaxt gözümüzü yumduğumuz məsələ budur. Bəli. Və bu məsələdə də çox böyük şeylər var. İndi ona görə də müasir insanların reinkarnasiyanı qəbul eləmirlər, yox, onlar onu qəbul eləmək iqtidarında deyirlər. Niyə görə? Çünki onlara biz orta məktəb təhsil almışıq sizinlə, institut təhsil almışıq, mən də almışım 3 dəfə, sonra və s. Nə orta məktəbdə, nə uşaq bağçasında, nə ailədə, nə institutda, nə akademiyada bu barədə insanlara nəzərət olmuş olsa məlumat verilir. İnsanlar da buradan çıxırlar da, mütəxəssis olur. Belə deyil. Biz də oradan çıxmışıq da, həmin yerlərdən. Çünki mən əminəm, mən özüm şəxsən 3 dənə institutdan çıxmışım. Heç birində nə bu söhbət barədə heç yox. Çünki reinkarnasiya barədə danışmaq üçün birinci ruh barədə danışmaq lazımdır. Ruhi can, bu kimdir? Can. Azərbaycan dilində hədəliyəndə deyirlər canlı olaraq. Sevəndə deyirlər canının canlısı. Öləndə deyirlər canın bədənin tərkibidir. Və yaxud da üşüyəndə deyir canlı çıxır. O can sözü var. Və can nədir? Can məndir. Mən şəxsən. Bu da ruhi təbiətdir. Ruh onu deyirlər. Biz prosto ruh deyirik. Əslində o candır. Təbiəti ruhi olduğuna görə ona ruh deyirik. Bədənin də təbiəti cisimdir. Ona görə maddi bədən ruhi candır. Və mənim şəxsiyyətim ruhi candır. Bu barədə bilik olmadığına görə heç bir səviyyələrdə, nə orta məktəbdə, nə uşaq bağçasında, nə institutda, nə də elmlər akademiyasında təəssüflər olsun ki, dünyanın heç bir yerində, nə icazı qoyulur. Bu barədə nəzəri bilik vermirsən. İnsanlar onu necə praktikadan keçsinlər və necə də buna inansınlar, necə də bunu başa düşür. Bir sözlə deyil yox. Hələ bundan da pis oldu ki, bizim din mütəxəssislərimiz də bunun əzim demişkən, indiyə qədər üstündən krest qoymuşlar. Din mütəxəssislərin işini birinci növbədə oldu. İndi din mütəxəssisləri də bunu kənara tullayandan sonra insanlar bunu hardan bilsinlər, hardan öyrənsinlər, kimdən öyrənsinlər. Bunu alim demir, bunu müəllim demir, bunu din mütəxəssisi demir, insan hardan bilsin. Bunun görə də insanlar, bu insanların, mən təkrar edirəm, hissi, əqli və idraki qabiliyyətindən qıraqda olan mövzu olduğuna görə Vedalarda buna deyirlər transendental mövzu. Transendental. Transendental sözünün tərcüməsi bilsin nə demək? 3 prosesə tabi olmayan təbiət. 3 prosesi nədir? Allah bu dünyada 3 iş görür əsasən. Tanrı neyir? Yaradır, bir müddət saxlayır, konkret məqsəd üçün. Sonra da dağılır. Çünki Allah edir. Transendental o demək ki, orada nə yaranış var, nə saxlanış var, nə də dağılır. Əbədiyyət. Bu da transendental. O görə də reinkarnasiyanın başı transendental. Yəni biz bu gün dinin transendental teyinə girməyə çalışırıq. O dərk olunmaz tərəfində girməyə çalışırıq. Reinkarnasiyanın. O şeylər ki, əqlin gücü satmaz, dərrakənin gücü satmaz. Nəzər biliyi alıb, onun praktikasını yerdə keçirdikdən sonra sən başa düşürsən ki, sən bunlar real söhbətlər hamısın. Bugünkü gündə Avropa üçün, Amerika üçün, məsəl üçün, siz də bilirsiniz, indi bu internet promosu imkan verir. Bu barədə kino da çəkilir, bu barədə sənətli filmlər çəkilir. İnsanları, konkret insanları hipnoz edirlər, hipnoz xüsusi praktikası var. Bizim bu beynəlxalq düşüncə cəmiyyətində belə mütəxəssislər var. Bunlar insanı hipnoz edirlər, rahatcana öz köhnə həyatdan danışır. Başqa köhnə həyatından danışmalar. Hipnoz edir. O dildə danışır. Hansı ölkədə olur? Məsələn, əvvəlki yadında sən Fransada olursun. Bir də qadın bədəndə olursun, kişi bədəndə olursun. O hipnoz edirində başqa bir fransız dilində danışır. Gözünə gələndən sonra deyirlər, sən fransızda bilirsən, deyil bu. Heç nə bilmirəm. İndi bu saat praktikada da keçirir. Ona görə sualın cavabının üstünə qayıtmaq istəyirəm ki, müasir insanların bu reinkarnasiya barədə biliksizliyini, nəzəri, praktiki biliksizliyinin rübatından düşür. Onlar buna, necə deyirlər, hələ can isitmirlər. Hələ biraz soyuq yanaşırlar, biraz belə şübhə ilə yanaşırlar. Görüm, gedim, qəbul edeyim, eləməyim, belə, belədir. Çünki yox, heç arada deyilmir. Əllərdə tutacaq bir şeylər. Heç arada deyilmir bu insanlar. Biz özümüz buna nümunəyik. Ali təhsil almışıq, orta təhsil almışıq. Deyiblərdir mi? Yox. Məli deyil, heç öyle deyil. Sonra məscidə gedirsən, kilsəyə gedirsən, düzdür. Orada isə bu deyiblər, bilmir. Orada da deyək, əstəğfurullah. Bu barədə danışmaq bildikləri. Amma bugünkü gündə Allahın mərhəməti ilə mən hiss edirəm ki, Allahın özünün belə necə işə qarışmağa var. O özü qolunu çırmalı bir şey qarışıb. Bugün ortalığa İslam ənənəsində də, Xristiyan ənənəsində də xüsusi mütəxəssislər yetişdirir. Ortalığa çıxır ki, o da sübut edirlər, əzim kimi.
sübut edilər ki, bu deyil. Siz nə deyərdiniz buna? Ümumiyyətlə, mən belə məsələ deney araşdırmalı tərəfdarıyam. Və bugünkü gündə səmavi dinlərdə, məxsusən belə İslam dinində reinkarnasiya inancını əksər insanlar qəbul eləmir. Amma xüsusən şiə inancına baxsaq, biz orada rəcət inancını görürük. Rəcət nədir? Rəcət tərcümədə qayıdışdır. Məsələn, bugün hər hansı bir məscidə daxil olsaq, hər hansı bir din xadiminə yaxınlaşsaq, desək ki, rəcət nədir? Deyəcək, rəcət axır zamanda, qaymin zamanında müəyyən bir şəxslərin dünyaya qayıdışıdır. Amma fərq nədir? Onlar deyir ki, rəcətdə insan fiziki bədəni ilə qəbirdən çıxıb dünyaya qayıdır. Qiyamətdən öncə qəbirdən çıxıb fiziki bədəni ilə, məsələn 500 il əvvəl ölüb bir insan, mömin bir insandır, qaymin zamanında, məsələn tutalım ki, bu əsrimizdə qəbiri yaracaq, torpağın təmizləyib çıxacaq. Buna 99,9% belə deyil, şiə, İsna şərikdə, 12 imamcı şiəlikdə, təqlidçi şiəlikdə bütün hər kəs inanır. Əqidə olaraq bu cür. Lakin rəcət sözü qəbirdən çıxmaq deyil. Rəcət qayıdışdır. Amma bir insan məsələn işdən evə qayıdır. Bu piyada da qayıda bilər, minik vasitəsilə də qayıda bilər. Yəni qayıdışın necəliyində problemdir. Yəni əsas bizim ixtilaf mövzumuz odur, o şəxslərlə. Onlar deyirlər ki, fiziki olaraq torpağı yarıb çıxacaq. Biz deyirik ki, bəli, rəcət var, qayıdış var, amma ruh yolu ilə qayıdış. Yəni, İnsanın həqiqi özünün reinkarnasiya. Bəli, şəxsiyyətin qayıdış, cismin yox. Peyğəmbər sallallahu belə bir söz var, eşq olsunlar. Quranın izahları kitabı olmuş. Deyir ki, Allah meyvənin ağacda yetişdirdiyi kimi ruhu bədəndə yetişdirməklə məşğul. O demək ki, bədəni yetişdirir. Allaha bənim bədənim nəyinə lazımdır ki? Torpaqda yarın sözdə çürük gedəcək, qarşılacaq. Sənin bədənin Allah lazım deyil. Sürücü gəlib şeye düşəndə avar yerində, düz işitdim sürücü. Sürücü gəlib avar yerində bir dəfə, iki dəfə, üç dəfə. Polis də onu yakalayanda demir ki, maşını məhkəməyə gətirir. Maşın neyir ki, maşın atıqlar o qəbirstanı var. Deyir, sürücünü gətirin bura. Şəxsin özü o maşınları avar yerən buydur. Demək, üçün günah bundadır, maşında deyil, maşın neyir? Bundadır, problem bundadır, bu sürücüdədir. İndi bu biyoloji, Allah'ın bir mürəkkəb biyoloji maşın, bədən. Və Bhagavad Gita'da buna deyirlər, yantra ruhaniymayı, yantra maşındır. Krishna deyir, yantra, bu deyir, mürəkkəb biyoloji maşın. Amma sürücüsü sənsən, sürücü ruhi candır, sənsən. Sən bunu sürürsən və mən sənə vermişəm ki, bu qədər Peyğəmbər kitabda göstərirəm ki, min, köpük edirsən, min sür mənim yanıma. Amma sən minirsən, sürürsən 28 min olur. Ya minirsən, sürürsən bulvara, yürürsən, sürürsən orada, sürmürsən mənim yanıma. Düzdür, bunda mən mərhum səhvəsizdən müddəndir. Çünki o 28 min olan yerində abayla düşürsən, ora mən istəyən böyle axı. Mən istəyirəmsə mənim yanıma sürürsən, maşına. Düşürsən abayla mən təzədəndən, bir dənə sən verən verəcəm. Təzədəndən, bir dənə verən verəcəm. Bu vaxta qədər ki, başa düşəsən ki, hara sürmək lazımdır maşına. Və bir məsələni diqqətinizə çatdırım. Rəcət inancında onlar torpaqdan qayıdışa inanan şəxslər də var, yəni onlar deyirlər torpaqdan çıxacaq və xüsusiləşdirirlər. Deyirlər, sırf qaymin zamanında. Yəni, xüsusi bir zaman var ki, o zamanda qayıdış olar, hər zamanda olmaz. Lakin biz səmavi kitablara baxanda, Əhl-i Beyt İslam hədislərinə baxanda bambaşqa bir mənzərəni şahid olur. Məsələn, hədislərimizdə nə deyilir? Hədislərimizə əsasən rəcət qayıdış iki cür. Biri var ümumi rəcət, yəni hər dövrdə qayıdış. Bir də var xüsusi rəcət, hansı ki, qaymin zamanında qayıdış məsələsi. Və bunun ən böyük dəlillərindən biri də elə hədislərimizdir. Məsələn, Bihal Ənvar kitabında 53-cü cild səhifə 28-də İmam Muhammed Baqir el-İslam buyurur. Hər kim başqasının əli ilə öldürülsə, öz əcəli ilə ölmək üçün rəcət edər. Və hər kim öz əcəli ilə ölərsə, başqasının əli ilə öldürülmək üçün rəcət edər. Yəni, öldürülən öz əcəli ilə ölmək üçün qayıdar, ölən də öldürülmək üçün. Yəni, bu prosesi xüsusiləşdirmək mümkün deyil. Çünki
yer üzündə olan insanlar ya ölür, ya da öldürülür. Yəni biz bunu xüsusi dövrə şamil edə bilmərik. Buradan nə məna çıxır? Yəni rəcət dediyimiz şey ümumidir. Məsələn, hədislərimizdə də var. Əli Əleyhisselamın rəcətindən danışır. Əllamə Rəcəb Əl-Bursinin Məşariq-ül Ənvar Yəqin kitabında səhifə 164-də İmam Əli Əleyhisselam deyir ki, hər kim mənim dövrdən dövrə dəfələrlə keçdiyimi və beləcə rəcət etmiş olaraq hadis, yəni dövrlərdə yenidən vücuda gəldiyimi və qədim olduğunu inkar edərsə, bizi inkar edir. Bu deməkdir ki, Əli Əleyhisselamın Əbu Talibin oğlu Əli olaraq həyatını yaşamasından əvvəl bir başqa birisi olaraq da yaşayır. Tabii. Və bunu bəziləri kəramətə yozur ki, bu kəramətdir, bu Əli Əleyhisselam xüsusi bir şəxsdir, bu sadəcə ona xasdır. Amma biz baxanda görürük ki, birinci və ikinci xəlifənin də qayıdış haqqında hədisləri var. Məsələn, hədislərimizdən birində Bihar Ənvar kitabı, cild 53 səhifə 12-də İmam Sadiq Əleyhisselam deyir ki, Əbu Bəkirin və birinci və ikinci xəlifələrin bütün dövr və əsr və zamanlarda etdiyi cinayətlər onlara sadalanacaq. Yusufin dövründə nə elədilər, İbrahimin dövründə nə elədilər, Qabilin dövründə nə elədilər və s. Qaim huzurunda. Yəni, Əli Əleyhisselamın bugünkü Şiə camiyyəsi müqəddəs bir şəxsdir. Zaten bizdə hər kəs Əli Əleyhisselam xüsusi bir şəxsdir. Bunu kəramət olaraq yoxsaq, yaxşı, birinci və ikinci xəlifə bu şəxslərin inancına görə, İslam şəriyyədən olan fərqliçilərin inancına görə müqəddəs bir şəxslər deyil. Yaxşı, bunların dövrdən dövrə Peyğəmbərlərin həyatında yaşamaları, onların cinayətlərinin qaimin huzurunda onlara deyilməsi necə izah edilir? Bu açıq-aşkar sübutdur ki, insan bir dəfə dünyaya gəlir və rəcət dediyimiz şey də həm ümumi mənada, həm xüsusi mənada reinkarnasiya. Və Quran-ı Kərimdə bir ayə var. Əksər insanlar bugünkü gündə reinkarnasiyanı inkar edən insanlar o ayəyə söykənir. İstəyirəm o ayənin sizin diqqətinizi çatdırım. Əl-Müminun surəsi 99-cu ayə. Allah Teala həmən ayədə buyurur ki, nəhayət onlardan birinə ölüm gəldiyi zaman deyər, ey Rəbbim, məni geri qaytar, bəlkə tərk etdiyim yaxşı əməlləri edim. Xeyr, onun bu dedikləri ancaq boş bir sözdür. Onların arxasında dinləyəcəkləri günə qədər dərsdir. Zahirən baxanda bu ayə reinkarnasiyanı inkar edir. Kafirdir, küfr əhlidir, Allaha müraciət edir ki, məni geri qaytar, yaxşılıqlar edir, Allah. Amma reinkarnasiyanın həqiqətinə baxanda biz görürük ki, bu reinkarnasiya inancına zidd deyil. Birincisi o baxımdan ki, əgər dünyaya qayıdış mümkün deyilsə, bu İsmail-Şəriyə inancında, İslam inancında olan, rəcət inancında avtomatik aradan aparmalıdır. Çünki rəcət inancında da reinkarnasiya yolu ilə olmasa belə, qəbirdən qalxmaq yolu ilə də olsa belə, dünyaya qayıdış var. Əgər bu ayəni desək ki, qayıdışı inkar edib, rəcətdə qoymalıdır. Və digər bir baxımdan, bu ayə reinkarnasiyanı inkar edir. Çünki lap əvvəldə də, əvvəlki ilişimizdə də dedik ki, aləm zərdəki imtihanın nəticəsi olaraq bir şəxs orada imtihandan keçirsə, mömin olaraq dünyaya gəlir və hər dəfə dünyaya gəldikcə varlılığı, kasıblığı, ağ dərli olaraq, qara dərli olaraq dünyanın hər üzünü, hər rəngini görərək dünyaya gəlir və imanında da get-gedə kamilləşir, nəhayətdə o nirvana çatır. Yəni limiti başa çatır, cənnət əhlidirsə cənnətə gedir. Kafir də küfründə hər dəfə dünyaya gəldikcə küfründə zəlilləşir, nəhayətdə cəhənnəmə gedir. O Peyğəmbər sallallahu bir hədisi var. Deyir, insan istəsə mələkdən də kürsəyə qalxa bilər və insan elə əməl edə bilər ki, iblis və onun ordusundan da aşağı düşə bilər. Deməli, ayə ki, deyir ki, kafir deyir ki, məni qaytar, yaxşı əməllər edeyim. Zaten kafir küfründə geri qayıdacaqsa, yenə də küfrə davam edəcək. Bunun yaxşı əməllər etmə şansı, reinkarnasiya inancında baxsaq, mümkün deyil. Kafir olaraq doğular, mömin olaraq doğular. Əgər bir kafir növbəti həyatında mömin olaraq doğulmaq potensialı olsaydı, belə bir şeyin hüququ olsaydı, onda bu ayə məhz o zaman reinkarnasiyanı inkar edərdi. Deməli, bu ayənin ümumiyyətlə reinkarnasiyanın inkarına heç bir aləti yoxdur. Başqa bir misal verelim, çox qısa və insanlar nəyi qarşılayır? Mən neçə dəfələrlə rastlaşmışam, sosial şəbəkələrdə, üzbəüz söhbətlərdə. Reinkarnasiyadan danışanda necə yəni bir insan, mən
başqasının bədənində yenidən dünyaya gələcəm. Yəni, elə düşünürlər ki, növbəti həyatda doğuş, o demək deyil ki, mən başqasının bədəninə daxil olacam. Halbuki, reinkarnasiya edən, yəni insan öldükdən sonra başqa bir ölkədə kişi ilə qadının münasibətindən formalaşan o ruhsuz, boş bədənə, ana bətnindəki bədənə ruh daxil olur və yenidən dünyaya gəlir. Yəni, o bədən də sənindir, o bədən də sənindir. Səni sən edən, məni mən edən ruhdur. Məsələn, düşünək ki, bir şkafımız var, orada 5 dənə onlara köynəyimiz var. Biz hər gün bir yerə yollananda o köynəklərdən birini geyinsək, hər hansı bir məclisə gələndə, hər gün birini geyinsək, fərqli bir şəxsin olur. Bütün paltarlar bizimdir. Deməli, paltar bizim bədənimizin libasıdır. Bədənin özü də bizim ruhumuzun libasıdır. Məsələn, Bhagavad Gita'ya baxanda Peyğəmbər Krishna Əleyhissalam nə deyir? Deyir ki, insanın köhnəlmiş paltarlardan azad olaraq yeni paltarlar geyindiyi kimi ruh da köhnəlmiş bədənlərdən azad olaraq yenilənir. Burada nə məna çıxır? Buradan o məna çıxır ki, yenidən dünyaya gəldiyimiz zaman bizim ruhumuza biçilən bədən əslində bizim heç bir fərq yoxdur. Və bir məsələni də qısa şəkildə aydınlığa gətirmək istərdim. Zid hədislər. Bəzi hədislər var, düzdür. İnsanlar buna oxuyur və düşünür ki, yox, reinkarnasiya inancı, tənasüf inancı İslamda yoxdur. Məsələn, İmam Rıza Əleyhisselamın bir hədisi var. Mən onun yanındadır. İmam Rızadan soruşulur, reinkarnasiya, tənasüf haqqında fikriniz nədir? Deyir, tənasüfə inanır. Kafirdir, çünki tənasüf cənnət və cəhənnəm inancını inkar edir. Çok düşünməlisən. İslamda, xüsusən şiəlikdə nə inancı? Təqiyyə. İnancı gizlənir. Nə üçündür? Öz tərəfdarlarını və öz canını qorumaq üçündür. Biz hardan bilək bu təqiyyə, inancı gizlətmək məqsədidir? Baxırıq, imamın sadaladığı səbəblərə. Reinkarnasiya batildir, tənasüf inancı. Çünki cənnət və cəhənnəmi inkar edir. Baxırıq ki, dediyi sözdən sonra açıqladığı səbəblər nədir? Absurd. O demək deyil, ha, imam deyil. İmam təbii ki, bilir. İmam sadəcə bizə bildirir ki, baxın mənim açıqladığım səbəblərə. Əgər absurddursa, deməli mənim sözümdə təqiyyə var, inancımı gizlətmək var. Bugün Həftü Şərif kitabına, İslam daxilində olan Bihar Ənvar kitabına və ya Qeybət-i Tusi kitabına biz baxsaq, hədislər, Quranın özünə də baxsaq, reinkarnasiya haqqında hədislər çoxdur. Hansı hədisimiz cənnət və cəhənnəmi inkar edir? Qiyamət inancını inkar edir. Elə Krishna inancında da, Budizmdə də reinkarnasiya inancı, cənnət və cəhənnəmi inkar etmir. Deməli, imamın burada açıqladığı səbəb təqiyədir. Mümkün deyil. Məlumun huzurunda, Abbasi xəlifəsinin huzurunda təqiyyə edir. Çünki açıqlanan səbəblər dediyim kimi absurd səbəblər və hədislərimizdə çoxlu səbəblər, təqiyyələr var. Məsələn, Müfəzzəl ibn Ömər, İmam Sadiq Əleyhisselamın sahabəsi olub, 4 imamın sahabəsi olub. Həftü Şərif kitabını yazıb, İmam Bakir Əleyhisselamın sahabəsi Cabir Əl-Cüfri Ümmül kitabı yazıb, içində yüzlərlə, minlərlə reinkarnasiyanı təsdiq edən, reinkarnasiyanın fəlsəfəsinin mənasını açıqlayan hədislər var. Və imamlar həmin səhabələri müəyyən dövrlərdə lənət edir. Məsələn, deyir ki, Cabir və ya Müfəzzəl üçlüyə inanan xristiyandır, kafirdir. Başqa bir də tərif. Biz artıq bilirik ki, başqa yerdə o tərifləməsinə əsasən orada dediyi sözə təqiyyə. Reinkarnasiyanı inkar edən hədislərdə bu baxımdan da çox. Çünki reinkarnasiya inancı hədislərimizdə, reinkarnasiya haqqında danışılan hədislərimizdə heç birində cənnət və cəhənnəm inancı inkar olunmuyor. Biz də buradan bilirik ki, bu hansı təqiyyədir. Və İslam dində bir şey var. Əgər zid hədislər varsa, biri bir şey təsdiq edir, biri təksib edir, eyni olsun. Bir baxın, sizə müxalif olanlar. Onlar hansına əsaslanırsa, siz onu istəyir. Biz bugün, əgər İsna Əşəriyyə adından danışsaq, baxsaq ki, onların əksi olanlar, onlara müxalif olanlar, əks hədisləri götürsə, biz də onun əksi olan hədisləri. Və biz bugün reinkarnasiya inancında qiyamətin, cənnətin, cəhənnəmin inkar olunmadığını açıq-aşkar görürüksə, bu o deməkdir ki, bir-iki hədisdə, reinkarnasiyanın inkar olduğu bir-iki hədisdə inkar üçün açıqlanan səbəblər absurddur və o təqiyyə. Bu isə o deməkdir ki, həm səmavi kitablarda, həm Əhl-i Beyt Əleyhisselamın açıqladığı həqiqətlərdə, İslamın özündə, Quran-ı Kərimdə məntiqi yöndən də baxdıq biz bayaq bu bədən dəyişmə məsələsinə.
nəqli yolla, əqli yolla reinkarnasiya inkar olunmur. Əksinə, reinkarnasiyanın dəlilləri kifayət qədər çoxdur. Və mən inanmıram ki, bugünkü verilişimizə də baxıram, yəni mümkün deyil ki, biz reinkarnasiya mövzusunu tam olaraq tamamlayaq. Çünki reinkarnasiya mövzusu çox geniş mövzudur. Və Təşəkkür edirəm. Mən bir balaca buyurun. Əzimin dediyi bir xırda detalın üstünü istəyirəm işləyim. O qarşı, yəni bir-birini təşkil edən məsələlərdən danışdırır. Mən onu sizə demək istəyirəm ki, müqəddəs kitablarda bir-birini əks edən şeylər olması tamamilə təbiidir. Niyə? Soruşun. Ona görə ki, müqəddəs kitabların hamısının dərinliyində mən bu yaxın izahında danışdım. Orada transendental tərəf var, mütləq tərəf. Mütləqdə bütün qarşıdurmalar öz həllini tapırlar. Mütləqdə qarşıdurma yoxdur, əkslik yoxdur. Mütləq, Allah mütləqdir, mütləq həqiqətdir. Və mütləqdə transendentalda, yəni ki, zamanın fövqündə duran o aləmdə bu qarşıdurmalar ikilidir, qarşıdurma, bir-birinə təsvir eləmək. Onlar orada həllini tapırlar. Orada ikilik yoxdur. Bu ikiliyin bu bir tərəfi, ikinci tərəfi odur ki, əgər Peyğəmbər sallallahu ya hansısa bir imamın, hansısa bir ustadın dilindən bir-birini təsdiq edən şeylər çıxırsa, şəxsən mən öz gözümdən oxuyuram, Məhəmməd Rəsulullah deyir ki, Allahım, izin ver, mən bu həyatımda kasıb yaşayayım, öləndə də kasıb ölüm. Çünki kasıblığına fəxr edirəm. Bir-iki bənd aşağı gedirsən, orada yazır ki, kasıblıqdan böyük bədbəxtlik yoxdur. Biri baxırsan ki, bunu da Peyğəmbər sallallahu deyir, bunu da, bu nətər oldu? Gündə deyir ki, məni kasıb saxla, öləndə izin ver, kasıb ölüm. Çünki kasıblığına fəxr edir. O birisində deyir ki, kasıblıqdan böyük bədbəxtlik yoxdur. İndi adi adam oxuyanda deyir ki, bunların ikisindən biri Peyğəmbər deyə bilər. İkisini də deyə bilmez. Amma mən sizə deyirəm ki, transendental fəlsəfə, ilahi fəlsəfənin ilə ləzzətlidir və Peyğəmbər kimi insanın şəxsiyyətinin o şeyi var, özünü dərk eləməsi. Özünü dərk eləməsi, Tanrı'nın tanıması, transendenti bilməsi də özünü onda göstərir ki, o qarşı duran fikirlər deyir. Niyə görə qarşı duran fikirlər? Qarşı duran fikirlər ona görədir ki, biz onun qızıl ortasını tutaq. Tanrı'nın yanına gedən yol qızıl orta ilə keçir. Həzrət Əli Aleyhisselam deyirdi, mən nə cəhənnəmin qorxusundan, nə cənnətin şövqündən ibadət edirəm Allah'a. Ona görə ibadət edirəm ki, belələri azadələrdən deyirlər. Azadələr yəni ki, ruhu bədəndən ayrıldığını unutulmuyor. Bunlar hələ bədən konsept. Mən ona görə deyirəm ki, sən buna layiqsən. Yəni, bu qızıl ortaya durubdur. Mən nə onu istəyirəm, nə bunu. Sənin özünü istəyirəm. Rabiyə, İranlı müqəddəs müminlərdən, xanım Rabiyə. Allah deyir ki, sən görsən ki, mən cənnət üçün ibadət edirəm, cənnətin qapılarını bağlamam özüm. Görsən cəhənnəmin qoxusundan edirəm, mən cəhənnəmənin ismini canım. Görsən sən gül camalın üçün, reyzan üçün edirəm, bu mənə əsirgəmir. Görürük, bunlar hamısı cəhənnəm, cənnət anlaşılığını müqarib. İndi bu qarşı durma, əzimin toxunduğu o iki bir-birini əks edən Peyğəmbərin dilindən, imamın dilindən, ona görə çıxır ki, bu bizlərə işarədir ki, öz üzərində işlər. Axı, deyir, düşünən kəslər üçün ayələrdə dərin məna var. Düşünən kəs kimdir? Kimdir düşünən kəs? Yəni ki, müqəddəs kitabı oxumaqla başa düşmürlər. Müqəddəs kitabı insan özünü əl qatandan sonra başlayır. Nətər? İnsan özünü nəcibləşdirməlidir. Ruh nəcibdir, Allah nəciblərdən nəcibdir. İnsan öz cisminin 9 qapısı var, Krishna deyir, 9 dənə qapı var, gördür. Bu 9 qapıdan girib çıxanları nəcibləşdirməlisiniz. Ki, sənin təbiətin nəcibləşsin ki, o nəciblikləri başa düşürləsin. Ona görə qarşı duran fikirlər ona görədir ki, insana işarə verir ki, sən onu başa düşmək üçün özünə əl baxmalıdır. Ancaq oxumaqla başa düşürsən. Özünə nə? Yəni özü təmizlə. Öz ruhu təmizlə, cismi təmizlə, psixologiya təmizlə, əqli təmizlə. Bu dünyanın ciddi şeyləri. O demək. Siz doğruluq buladınız. Həqiqətən də, yəni bugünkü gündə bizim insanlara arzumuz nədir? Həqiqəti araşdırsınlar, həqiqəti tapsınlar. Çünki Abbas Sadiq Əslam İmam Əhməd Əleyhisselamdan reinkarnasiya haqqında soruşanda İmam Əleyhisselam çox gözəl cavab verir. Reinkarnasiya haqqında qısa bir söz deyir. Deyir, reinkarnasiya həqiqətdir. Çünki ruh əbədidir, ölməz. Və biz bugün əbədilik içində ən xoşbəxt insanlar olmalıyıq ki, və hamıya da arzumuz budur ki, bu reinkarnasiyanın həqiqətini, reinkarnasiyanın varlığını islamayaq. Bəli. Sizin həyatınızda inqilab edəcək. Bu
inqilab, insan həyatında reinkarnasiya inqilab. Təşəkkür edirik hər ikinizə də. Çox sağ olun, suallara cavab verdiniz. Reinkarnasiya mövzusu çox geniş mövzudur. İnşallah əziz izləyicilər. Növbəti hissələrdə görüşənə qədər Əhmədi sülh və nur ilə qalın. Hələlik.